Salam, hər vaxtınız xeyir olsun. Bugün avqust ayının 5-i, saatlarımız 10'u göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Bugün Azərbaycan Hərbi Donanması günüdür. Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranıb. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu. 1919-cu ilin sonlarında General İbrahim Ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 bir toplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. aldı. Azərbaycan hökuməti Rusiya donanmasının admiralı Şimal Qütbünə ekspedisiyanın iştirakçısı Türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etdi. Astrabat, Qars və Ərdəhan hərb gəmilərinin komandirliyi Azərbaycanlı kapitanlara tapşırıldı. Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu. SSR dağıldıqdan sonra Azərbaycanda da hərbi dəniz donanmasının təşkilinə şərait yaradıldı. 1992-ci il aprelin 7-sində Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi Dəniz Donanmasının 25% və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi. 1992-ci il iyunun 26-sında Bakılı keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı. Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Ümumilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmana əsasən hər il avqustun 5-i ölkədə hərbi donanma günü kimi qeyd olunur. Altani Trumpla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə etdi. Qətər əmiri Şeyx Təmin bin Həməd Altani və ABŞ prezidenti Donald Trump arasında baş tutan telefon danışığında Vaşinqtonla Tehran arasında gərginliyin azaldılması istiqamətindəki səylər müzakirə edilib. Bu barədə Altaninin dəftərxanası məlumat yayıb. Tərəflər regiondakı son hadisələri, xüsusilə ABŞ və İran arasında deeskalasiya və onların mövqelərinin yaxınlaşdırılması istiqamətindəki addımları nəzərdən keçiriblər. Bəyanata əsasən Trump Qətərin diplomatik səyləri dəstəkləməkdə və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün tərəflər arasında dialoqa kömək etməkdəki rolunu yüksək qiymətləndirib. Öz növbəsində Qətər əmri dialoqun davam etdirilməsinin və tərəflərin ABŞ-İran qarşılıqlı anlaşma memorandumunun icrasına sadiqliyinin vacibliyini vurğulayıb. O həmçinin gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq təşəbbüslərin dəstəklənməsinin zəruriliyini də qeyd edib. Bundan əlavə tərəflər regional və beynəlxalq məsələlər üzrə növbəti koordinasiyanın vacibliyini təsdiqləyiblər. ABŞ bugün Hörmüz boğazının açılması məsələsi üzrə İran və Omanla müvəqqəti razılaşma əldə olunduğunu elan etməyə hazırlaşır. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə Vaşinqton, Tehran və Maskat 60 günlük müddətə saziş bağlamağa yaxındır. Bu gəmilərin Fars körfəzinə İranın ərazi suları vasitəsilə
Əks istiqamətdə isə Tehranla koordinasiya şəraitində Oman suları vasitəsilə keçməsini nəzərdə tutur. Gəmilərin keçidi üçün ödənişin alınması nəzərdə tutulmayıb. Axios'un mənbələri iddia ediblər ki, razılaşmaların müddəti uzadıla bilər. Onların pozulacağı təqdirdə ABŞ İran ərazisinə iri miqyaslı zərbələr endirmə imkanını nəzərdən keçirir. Portalın məlumatına görə çərşənbə axşamı İran rəhbərliyi sazişin şərtlərinin razılaşdırılması prosesini başa çatdırıb. Netanyahu, Trampın çağırışlarına baxmayaraq Qəzzaya zərbələri dayandırmaqdan imtina edib. İsrail, Həmas tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Facebook səhifəsində dərc olunan video müraciətində bildirib. İsrail baş nazirinin sözlərinə görə Ağ Ev Həması silahsızlaşdırmağa və Qəzza zolağını silahsızlaşdırılmış zonaya çevirməyə məcbur edə biləcəyini düşünür. Lakin İsrail təklif olunan layihə ilə razılaşmır və artıq informasiya kampaniyası başlamazdan əvvəl öz şərh və qeydlərini göndərib. Bu bizim layihəmiz deyil. Biz öz maraqlarımızın arxasında möhkəm dayanırıq deyə Netanyahu bəyan edib. İsrail baş naziri həmçinin bildirib ki, İsrail müdafiə qüvvələrinin əskərlərinə özlərini, dövlətin ərazisini və İsrail vətəndaşlarını qorumaq üçün lazımi hər şeyi etmək əmri verilib. Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə aşağı səviyyəyə enib ki, bu da ABŞ hərbi komandanlığında ciddi narahatlıq doğurur. Bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə hava hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub. Mənbələr iddia edib ki, ABŞ müharibədən əvvəlki səviyyə ilə müqayisədə THAAD önləyici raketlərinin demək olar ki, 80%-ni, eləcə də Patriot raketləri ehtiyatlarının təxminən yarısını sərf edib. CNN qeyd edib ki, döyüş sursatı çatışmazlığı məsələsi ABŞ prezidenti Donald Trump'ın İrana yeni zərbələr endirməkdən imtina etmək qərarından əvvəl yenidən müzakirə olunub. Mənbələrin sözlərinə görə yüksək rütbəli hərbi məsləhətçilər son həftələr ərzində azı 2 dəfə Amerika liderini əsas silah ehtiyatlarının kritik dərəcədə azalması barədə xəbərdar ediblər. ABŞ-nin müharibə naziri Pete Hegseth CNN telekanalının ABŞ hərbiçilərinin İranla münaqişə başlayandan bəri raket ehtiyatlarının 80%-ni tükətdiyi barədə məlumatını təqsib edib. Hegseth müvafiq bəyanatı X sosial şəbəkə hesabında paylaşıb. Bu banner yalandır. Ayıb olsun sizə. Biz saxta kütləvi informasiya vasitələrinə kifayət qədər nifrət etmirik. Hegseth telekanalın xəbər başlığı olan ekran görüntüsünü əlavə edərək yazıb. Daha əvvəl CNN bildirmişdi ki, ABŞ THAAD raket ehtiyatlarının demək olar ki 80%-ni və Patriot raketlərinin təxminən yarısını istifadə edib. Telekanalın mənbələrinin məlumatına görə bu sursatların əhəmiyyətli hissəsi İranla münaqişə zamanı istifadə olunub. Amerika hərbiçiləri son 3 ay ərzində 1000-dən çox gəminin Hörmüz boğazından keçməsinə yardım ediblər. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı X sosial şəbəkə hesabında paylaşım edib. Son 3 ay ərzində ABŞ Silahlı Qüvvələri 1000-dən çox gəminin boğazdan uğurla keçməsinə kömək edib deyə paylaşımda bildirilir. Daha əvvəl ABŞ-nin dövlət katibi Marco Rubio bildirib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpası məsələsi ilə bağlı İranla danışıqlarda irəliləyiş müşahidə olunur. Lakin hələlik yekun qərar yoxdur.
ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton və Tehran arasındakı danışıqların nəticələri yaxın 48 saat ərzində məlum ola bilər. Bu barədə Amerika lideri jurnalistlərə bugün Hörmüz boğazının açılma ehtimalı ilə bağlı xəbərləri şərh edərkən bildirib. Biz çox yaxşı irəliləyirik. Nəticələr barədə 48 saat ərzində öyrənəcəyik. Bu, sabah və ya biri gün baş verə bilər. Əhəmiyyətli irəliləyiş əldə olunub. Trump Los Ancelesdən uçuşdan əvvəl belə deyib. Daha əvvəl Axios portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ çərşənbə günü Hörmüz boğazının açılması məsələsi ilə bağlı İran və Omanla müvəqqəti razılaşmalar əldə olunduğunu elan etməyə hazırlaşır. Cənubi Kaliforniyada hüquq mühafizə orqanlarının əməkdaşları Trump National Golf Klubunun yaxınlığında silahlı kişini saxlayıblar. Bu barədə CNN telekanalı Los Angeles dairəsi şerif idarəsinin bəyanatına istinadən məlumat yayıb. İdarənin məlumatına görə federal agentlər golf klubunun ərazisində olan şübhəli şəxs barədə məlumat veriblər. Bundan sonra həmin şəxs saxlanılıb. CNN-in federal hüquq mühafizə orqanlarındakı mənbəyi bildirir ki, hazırda saxlanılan şəxsin ABŞ prezidenti Donald Trumpa sui-qəsd hazırladığına inanmaq üçün heç bir əsas yoxdur. Bununla belə istintaq davam edir. Qeyd olunub ki, bugün Donald Trump Respublikaçılar Milli Komitəsinin tədbirində iştirak etmək üçün Los Angelesə səfər etməyi planlaşdırır. Polisin məlumatına görə saxlanılan şəxs Downey şəhərindən olan 38 yaşlı Jenin John Taylor'dir. Fransa hökuməti Avropa Parlamentinin deputatı və sol mərkəzçi düşərgənin potensial prezidentliyə namizədi Rafael Gluskmanın Rusiyaya bağlı dezinformasiya kampaniyasının hədəfinə çevrildiyini açıqlayıb. Xarici agentliklərə istinadən xəbər verilir ki, bu barədə Fransa Müdafiə və Milli Təhlükəsizlik Baş Katibliyi siyasətçini rəsmi şəkildə məlumatlandırıb. Məlumata görə hücumun arxasında Rusiya Baş Kəşfiyyat İdarəsi ilə əlaqələndirilən Storm 1516 dezinformasiya şəbəkəsi dayanır. Bildirilir ki, Rafael Gluskmanın nüfuzdan salınmaq məqsədi ilə müstəqil Blast nəşrinin saxta internet səhifəsi hazırlanıb. Saxta sənədlər tərtib edilib və süni intellekt vasitəsilə tanınmış jurnalistlərin teleaparıcı Lee Salam və Mediapart portalının yaradıcısı Edve Plenel'in səsləri imitasiya olunub. Daha sonra bu materiallardan istifadə edərək Gluskmanın seçki kampaniyasını dəstəkləyən güya gizli sövdələşmə barədə saxta video yayılıb. Qeyd olunur ki, bu son bir ay ərzində qeydə alınan ikinci oxşar hadisədir. İyul ayında həmin şəbəkə Fransanın sabiq baş naziri Edouard Philippin səhhəti ilə bağlı yalan məlumatlar yaymışdı. Rafael Gluskman hesab edir ki, Kremlin 2027-ci ildə keçiriləcək Fransa prezident seçkiləri ərəfəsində demokratik və Avropa yönümlü namizədləri gözdən salmaq üçün geniş miqyaslı dezinformasiya kampaniyası aparacağı gözlənilir. Onun sözlərinə görə belə kampaniyaların məqsədi Moskvaya loyal siyasətçilərin mövqeyini gücləndirmək və Avropa İttifaqını zəiflətməkdir. ABŞ Federal Mülki Aviasiya İdarəsi Prezident Donald Trump'ın helikopterinin Ağ Ev ərazisindən uçuşu zamanı təhlükəsizlik standartlarının pozulması faktını araşdırır. Bu barədə mənbələrə istinadən The Wall Street Journal qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə qüvvədə olan qaydalara əsasən prezident helikopterinin uçuşu zamanı Ronald Reagan adına hava limanından kommersiya reyslərinin yola düşməsi müvəqqəti olaraq dayandırılmalı idi. Bundan əlavə mülki hava gəmilərinin onun 1,5 mil yaxınına yaxınlaşması da qadağandı. Lakin bu tələblərə riayət olunmayıb. Nəşr qeyd edib ki, uçuş zamanı mülki təyyarələr göyərtəsində Trump'ın olduğu helikopterdən təhlükəli məsafə olmayıb.
Birləşmiş Ştatlar Braziliyanın Vaşinqtondakı səfiri Maria Luiza Ribeiro Viotinin vizasını ləğv edib. Bu barədə Reuters ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə bu qərar Braziliya hakimiyyətinin ABŞ prezidenti Donald Trump administrasiyasının Amerikanın Braziliyadakı səfiri postuna namizədliyinə razılıq verməməsindən və bir neçə Amerikalı diplomata viza verilməsindən imtinasından sonra qəbul edilib. Reuters qeyd edir ki, əgər Braziliya ABŞ-nin diplomatik nümayəndəliyinin yeni rəhbərinə razılıq verərsə, Dövlət Departamenti Braziliya səfirinin vizasını bərpa etməyə hazırdır. Suriya ABŞ sanksiyalarının ləğvi müqabilində Rusiyadan neft idxalını kəskin şəkildə azaltmağa razılaşıb. Bu barədə Kommersant qəzeti məlumat yayıb. Suriya rəsmiləri bu qərarı ABŞ nümayəndələri ilə Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması məsələsini müzakirə edərkən açıqlayıblar. Amerika rəsmiləri qeyd ediblər ki, Rusiyadan neft idxalının azaldılması bu qərarın tez və rahat şəkildə ləğv edilməsi şansını artıracaq. Reutersin məlumatına görə Suriyanın Rusiya neftindən asılılığı könüllü deyil, əksinə zəruridir. Buna görə də Suriya rəsmiləri ölkənin alternativlər tapa bilməsi üçün əvvəlcə sanksiyaların ləğv edilməsini istəyirlər. Suriya ordusunda tam səfərbərlik elan olunduğu və məzuniyyətdə olan hərbiçilərin xidmətə geri çağırıldığı bildirilir. Ölkənin İraq sərhəddi boyunca yerləşən hərbi bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib. Xüsusilə Deyr Əz-Zor bölgəsində yerləşən 1-ci korpusun bütün hərbiçilərinə bazalara qayıtmaq əmri verildiyi qeyd olunub. Strateji əhəmiyyət daşıyan Deyr Əz-Zor bölgəsində hərbi aktivliyin artdığı və əlavə təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir. Hazırda bölgədəki vəziyyət gərgin olaraq qalır. Avropa İttifaqı avqustun 5-dən etibarən hərbi mükəlləfiyyət daşıyan Ukrayna vətəndaşlarına artıq müvəqqəti müdafiə statusu verməyəcək. Bu barədə Çexiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, Avropa İttifaqında Ukraynalı kişilərin ittifaq ərazisində qalmaq hüququnun məhdudlaşdırılması məsələsi ilə bağlı birlik adından Çexiyanın Daxili İşlər Naziri Lyubomir Metnar çıxış edib. Kütləvi informasiya vasitələri məlumatına əsasən Avropa ölkələrinin hüquq mühafizə qurumlarının rəhbərləri bir araya gələrək bu təşəbbüsləri müzakirə ediblər. Bildirilir ki, irəli sürülən təkliflər əsasən onun həmkarları tərəfindən dəstəklənib. Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxinin fikrincə, yaranmış vəziyyət Kiyev və Berlin arasında əldə olunmuş birbaşa razılaşmaların nəticəsidir. O, açıqlamasında bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Almaniyaya kifayət qədər tez-tez səfər edir və Alman rəhbərlərindən hərbi xidmətə yararlı şəxslərin geri qaytarılmasını təşviq etməyi xahiş edir. Onun sözlərinə görə görünür tərəflər bu məsələdə ortaq mövqeyə gələ biliblər. Ekspertlər Ukraynalı qaçqınlara münasibətdə yanaşmanın sərtləşdirilməsini Avropa ölkələrinin büdcələrinin tükənməsi ilə əlaqələndirirlər. Analitiklər bildirirlər ki, Ukraynanın hərbi xidmətə çağırışa cəlb olunan vətəndaşları üçün qəsdən əlverişsiz və düşmən münasibətli mühitin formalaşdırılması prosesi davam edir. Ötən ildən etibarən mediada Avropa İttifaqı Şurasının Ukraynadan olan qaçqınların qəbulu proqramını mərhələli şəkildə ləğv edəcəyi barədə məlumatlar yayılmağa başlamışdı. Həmin vaxt qeyd olunurdu ki, Avropa rəsmiləri məcburi köçkün Ukraynalılar üçün ümumi qaydaları razılaşdırıblar. Əsas məqsəd onların dayanıqlı şəkildə geri qayıtmasını və Ukraynaya yenidən inteqrasiyasını təmin etməkdir.
Braziliya prezidenti Luiz Inácio Lula da Silva'nın administrasiyası ABŞ-nin Braziliyanın Vaşinqtondakı səfiri Maria Luiza Ribeiro Viottinin vizasını ləğv qərarını pisləyib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir. Administrasiya Vaşinqtonun qərarını Braziliyaya qarşı növbəti düşmənçilik addım adlandırıb və onun qarşılıqlı hörmətə əsaslanan iki tərəfli tərəfdaşlıqla bir araya sığmayan ideoloji motivlərə diktə olunduğunu bildirib. Bundan əlavə Braziliya hakimiyyəti səfirin vizasının ləğv edilməsi üçün ABŞ tərəfindən təqdim olunan əsaslandırmaları yalan adlandıraraq rədd edib. Bəyanatda həmçinin iddia edilib ki, Ağ Ev ölkənin daxili siyasi vəziyyətinə təsir göstərməyə çalışır. Lula da Silva administrasiyasının fikrincə, ABŞ-nin hərəkətləri Braziliyada qarşıdan gələn prezident seçkilərinə müdaxilə etmək istəyindən xəbər verir. Braziliya hökuməti Argentina ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəlib. Bu barədə CNN Brazil telekanalı məlumat yayıb. Məlumata görə hakimiyyət həmçinin səfir Julio Bitellini Buenos Airesə qaytarmamaq qərarına gəlib. Qəbul edilən qərar barədə Argentinanın Braziliyadakı səfiri Daniel Raimundiyə məlumat verilib və ona Braziliya Xarici İşlər Nazirliyinin etiraz notası təqdim olunub. Telekanal qeyd edir ki, bu addım Argentina prezidenti Javier Milei'nin Braziliya prezidenti Luiz Inácio Lula da Silva'nın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə reaksiya olaraq bildirilib. Kanada'nın qərbindəki meşə yanğını təxminən 230 evi məhv edib. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən Associated Press agentliyi məlumat yayıb. Okanagan Hindu icmasının rəhbəri Dan Wilsonun sözlərinə görə alov Vancouverdən təxminən 440 kilometr şimal-şərqdə yerləşən Vernon şəhəri yaxınlığındakı qoruğun böyük hissəsini əhatə edib. Əraziyə havadan baxış keçirildikdən sonra oranın demək olar ki, tamamilə yandığı bildirilib. Yanğın cümə günü axşam geç saatlarda başlayıb və sürəti 115 km/saata çatan küləyin təsiri ilə sürətlə yayılıb. Wilson qeyd edib ki, bəzi sakinlərin təxliyə üçün cəmi bir neçə dəqiqə vaxtı olub. Yanğın söndürmə xidmətinin aviasiya bölmələri infrastrukturun bir hissəsini, o cümlədən uşaq bağçasını və yeni tikilmiş məktəbi qoruya biliblər. Britaniya Kolumbiyası əyalətinin hakimiyyət orqanları 8000-ə yaxın insanın təxliyə edildiyini bildirib. Çərşənbə axşamı səhər saatlarına olan vəziyyətə görə regionda təxliyə ilə bağlı 37 sərəncam qüvvədə olub, lakin vəziyyət dəyişməkdə davam edir. Məlumata görə əyalətdə 120-yə yaxın meşə yanğını qeydə alınıb. Onlardan təxminən 50-sini nəzarət altına almaq heç də mümkün olmayıb. Ən böyük yanğın ocaqları Boston Bar, Clinton və Kimberley yaşayış məntəqələri ərazilərində qeydə alınıb. Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb. Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsinə iştirakına görə şübhəli bilinən 402 nəfər saxlanılıb ki, onların arasında 156 yetkinlik yaşına çatmayan şəxs də var. Fransa mediasına istinadən verilən məlumata görə bu barədə Fransanın Daxili İşlər naziri Laurent Nunez mətbuat konfransında bildirib. Bugünə qədər təhlükəsizlik qüvvələrinin əməkdaşları qəsdən və ya ehtiyatsızlıqdan törədən yanğınla əlaqədar 402 nəfəri saxlayıb. Məlumata görə yayın əvvəlindən ölkədə 14 min yanğın hadisəsi qeydə alınıb. Alov 120 min hektar ərazini əhatə edib. Var departamentində artıq 2 həftədir ki, yanğınlar davam edib. Onun söndürülməsinə 1000 nəfər yanğın söndürən cəlb olunub. 16 departamentdə istiyə görə narıncı hava təhlükəsi səviyyəsi elan edilib. Meteoroloqların məlumatına görə Fransada yüksək temperatur cümə gününə qədər davam edəcək.
Davam edirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən 2026-cı il Ali Hərbi Şurasının iclasında silahlı qüvvələrin komandan heyəti ilə bağlı mühüm qərarlar qəbul edilib. Qərarlara əsasən Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Ordu Generalı Ziya Camal Kadıoğlu ştat məhdudiyyəti səbəbindən təqaüdə göndərilib. Onun yerinə Döyüş Hava Qüvvələrinin komandanı Ordu Generalı Rafet Dalkıran təyin edilib. Hərbi Hava Qüvvələrinin komandanı Admiral Ərcümənd Tatlıoğlunun səlahiyyət müddəti isə 30 avqust 2026-cı ildən etibarən daha bir il uzadılıb. Prezident kompleksində keçirilən Ali Hərbi Şuranın iclasından sonra Ərdoğan qəbul edilən qərarları imzalayıb. İclasda vitse-prezident Cevdet Yılmaz, Milli Müdafiə Naziri Yaşar Gülər və Baş Qərargah rəisi Ordu Generalı Səlcuq Bayraqdaroğlu da iştirak ediblər. Ərdoğan iclasdan sonra sosial şəbəkələrdə açıqlama verərək bildirib. Bugün keçirdiyimiz Ali Hərbi Şurada qəbul etdiyimiz qərarlar ölkəmizin, millətimizin və qəhrəman ordumuz üçün xeyirli olsun. Şuranın qərarlarına əsasən avqustun 30-undan 25 general və admiral bir üst rütbəyə yüksəlib. 69 polkovnik isə general və admiral rütbəsi alıb. Bundan başqa 24 generalın xidmət müddəti 1 il, 530 polkovnikin xidmət müddəti 2 il uzadılıb. Qərarlar nəticəsində Türkiyə Silahlı Qüvvələrində hazırda 328 general və admiral sayının avqustun 30-undan 334-ə yüksələcəyi açıqlanıb. Şura çərçivəsində 2 general yaş həddinə görə sentyabrın 1-dən 61 general və admiral isə ştat məhdudiyyəti səbəbindən avqustun 30-undan təqaüdə göndəriləcək. Beləliklə, ümumilikdə 63 general və admiral silahlı qüvvələrdən ayrılacaq. Diqqət çəkən qərarlardan biri isə Türkiyənin ilk astronavtı Alper Qazirovçu ilə bağlı olub. Hərbi Hava Qüvvələrinin pilot polkovniki olan Qazirovçu briqada generalı rütbəsinə yüksəlib. Təqaüdə göndərilən Hərbi Hava Qüvvələrinin komandanı Ziya Camal Kadıoğlu isə Ali Hərbi Şuranın iclasından sonra Prezident Ərdoğanla vida görüşü keçirib. Özgür Özel'in toxunulmazlığının ləğvi tələb edilib. Ankara Respublika Baş Prokurorluğu Cumhuriyyət Xalq Partiyasının keçmiş sədri, hazırda yeni partiyaya rəhbərlik edən deputat Özgür Özel'in toxunulmazlığının ləğvi tələbi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlanıb. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, zəncirvari şəkildə rüşvət almaq iddiası ilə haqqında araşdırma başlanılmış Özel'in sözgedən cinayəti törətdiyi müəyyənləşdirilib. Bu səbəbdən onun toxunulmazlığının ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Qeyd edək ki, Türkiyədə deputatın toxunulmazlığının ləğvi ancaq parlament qərarı ilə mümkündür. Ədliyyə Nazirliyi prokurorluğun hazırladığı sənədi parlamentə göndərir. Parlamentin müvafiq komitəsi araşdırma apararaq toxunulmazlığın ləğvini plenar iclasa tövsiyə edir. İclasda keçirilən səsvermədə toxunulmazlığın ləğv edilib edilməməsinə aydınlıq gətirilir. Rusiya Kiyevə zərbələr endirməkdə davam edir. Ukrayna paytaxtı Kiyev şəhərinə və eyni adlı vilayətə Rusiya ordusu tərəfindən yenidən kütləvi hava zərbələri endirilib. Avqustun 5-i yerli vaxtla saat 00:40-da başlayan zərbələr ballistik raketlərdən və reaktiv pilotsuz uçuş aparatlarından təşkil olunub. Hücumlarda paytaxtın Obolon, Qolosiv və Desinyan rayonlarına, o cümlədən Kiyev vilayətinin Brovarı şəhəri də hədəfə alınıb. Zərbələr nəticəsində Kiyev şəhərində və vilayətdə Ukraynanın tanınmış ticarət markaları olan Epicenter və Rozetkaya məxsus 3 iri bazada dağıdılıb.
Rusiyanın imperiya ambisiyaları Ukraynadan başlayır, lakin bununla bitmir. Bunu İtalyalı siyasi ekspert Natali Toçi qeyd edib. O hesab edir ki, Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır. Rusiyanın təxribatları və Avropa siyasətinə hibrid müdaxilələri Moskvanın artıq yaxın illərdə, hətta yaxın aylarda belə Avropaya qarşı birbaşa hərbi müharibəyə başlaya biləcəyini göstərir. Bu təhlükə fonunda xüsusilə Rusiya ilə həmsərhəd və ya ona yaxın yerləşən Avropa ölkələri müdafiə büdcələrini artırırlar. Müdafiə xərclərinin artması Donald Trumpın yenidən Ağ Evə qayıtmasından sonra sürətlənsə də, bunun əsas səbəbi ABŞ prezidentinin bəyanatları deyil, Rusiyadan gələn təhlükənin artmasıdır. Çünki Avropalılar anlayırlar ki, mümkün təcavüz halında Moskva ilə tək başına üz-üzə qala bilərlər. Bu anlayış qeyri-rəsmi şəkildə NATO 3 adlandırılan yeni təhlükəsizlik modelinin formalaşmasına gətirib çıxarır. Lakin hazırda tez-tez səsləndirilən daha güclü NATO daxilində daha güclü Avropa şüarı da elə aldadıcıdır. Çünki Avropa ölkələri güclənsələr də ABŞ-nin zəifləyən dəstəyi fonunda NATO'nun özü əvvəlki qədər güclü olmur. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu nəticəsində Tula vilayətində Wildberries çeşidlənmə mərkəzində yanğın baş verib, bir nəfər xəsarət alıb, məlumatı vilayət qubernatoru Dmitri Milyayev yayıb. Uçan aparat Wildberries çeşidlənmə mərkəzinə düşüb və yanğın qeydə alınıb. Təcili yardım xidmətləri hadisə yerində işləyir. Yanğın söndürmə briqadaları yanğını söndürür. İlkin məlumata görə itki yoxdur, lakin bir nəfər yaralanıb. Wildberries Rus mətbuat obyektin əvvəlcədən təxliyə edildiyini açıqlayıb. Cari çatdırılmaların qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb və digər obyektlərə yönləndirilib. Tula vilayətinin qubernatoru həmçinin Venevski rayonunda 2 mənzil binasına və Novomoskovsk və Uzlovski rayonlarındakı 2 sənaye obyektinə dəyən ziyan barədə də məlumat verib. Milyayevin sözlərinə görə ümumilikdə bölgə üzərində 107 Ukrayna pilotsuz təyyarəsi məhv edilib. ABŞ-də Federal Təhqiqat Bürosunun rəhbəri vəzifəsində çalışan əməkdaşının kriptovalyuta hesablarından böyük məbləğdə şəxsi vəsait hesabına köçürülməsi qalmaqala səbəb olub. NBC News-un məlumatına görə ABŞ Ədliyyə Nazirliyinin sənədlərində Patrik Yaroş kimi göstərilən Federal Tədqiqatlar Bürosu əməkdaşı həbs edilib. Ona ştatlar arası oğurlanmış əmlakın daşınması və oğurlanmış əmlakın qəbul edilməsi ilə bağlı ittihamlar irəli sürülüb. Yaroş istintaqçılara könüllü şəkildə etiraf edib ki, düşmən ölkə ilə əlaqəli kriptovalyuta hesablarından təxminən $1 milyon şəxsi kriptovalyuta cüzdanına köçürüb. Söhbətin Rusiyadan getdiyi ehtimal olunur. Materiallara əsasən Yaroş qurumun sistemlərinə daxil olaraq həmin kriptovalyuta cüzdanlarından vəsaitin köçürülməsi üçün lazım olan açarları tapıb. Onun şəxsi hesabına keçirdiyi vəsaitin ümumi məbləği isə $925.426 təşkil edib. Yaroş bunu Rusiyaya və digər düşmən ölkələrə qarşı daha sərt tədbirlər görülməsini istəməsi ilə izah edib. O bildirib ki, Federal Tədqiqatlar Bürosunun belə ölkələrlə əlaqəli kriptovalyuta hesablarına qarşı tədbir görə bilməməsindən və ya görmək istəməməsindən güya məyus olub. Lakin Rusiyanın kriptovalyutadan istifadəsinə mane olmaq istədiyini bildirən Federal Təhqiqatlar Bürosu əməkdaşının 100 minlərlə dolları dövlət hesabına deyil, öz şəxsi kriptovalyuta cüzdanına köçürməsi sonda onun həbsinə gətirib çıxarıb. Ukrayna Silahlı Qüvvələri Rusiyanın arxa cəbhəsində yeni və qeyri-adi pilotsuz sistemdən ilk dəfə istifadə edib. Forbesin məlumatına görə Ukrayna qüvvələri bir dronun digər pilotsuz sistemi daşıyaraq düşmən xəttinin dərinliklərinə çatdırılması prinsipinə əsaslanan əməliyyat həyata keçirib. Hava daşıyıcısı rolunu ağır pilotsuz uçuş aparatı yerinə yetirib. O, yerüstü robot kompleksini Rusiya ordusunun arxa cəbhəsinin dərinliklərinə apararaq
orada yerə buraxıb. Bu sistemin əsas özəlliyi müxtəlif pilotsuz platformaların bir-birini daşıya bilməsidir. Belə ki, ağır anadron havadan yerüstü robotu hədəf əraziyə çatdırır. Eyni zamanda belə dronların özlərinin də yerüstü və suüstü robot platformalarından buraxılması mümkündür. Forbes qeyd edir ki, ABŞ ordusu son 30 il ərzində buna bənzər konsepsiyalar üzərində dəfələrlə təcrübələr aparıb. Lakin Amerikalılar nümayiş və sınaq mərhələsindən irəli gedə bilməyiblər. Ukrayna isə bu texnologiyanı artıq real döyüş şəraitində tətbiq edib. Yeni taktika pilotsuz sistemlərin fəaliyyət radiusunu genişləndirməyə və yerüstü robotları birbaşa Rusiya qüvvələrinin arxa cəbhəsinə çatdırmağa imkan verir. Ermənistanın şəbəkə və ötürücü sistemində baş verən qəza nəticəsində 5 vilayətdə elektrik enerjisinin verilişi tamamilə kəsilib. Bu barədə Ermənistan Elektrik Şəbəkələri şirkəti sosial şəbəkələrdə paylaşım edib. Şirkətin mətbuat xidmətindən bildirilib ki, dispetçer məhdudiyyətləri Şıraq, Lori, Tavuş, Araqaston və Ararat vilayətlərinin bir sıra şəhər və kəndlərində tətbiq olunub. İşıq böhranını aradan qaldırmaq üçün ərazi İdarə Etmə və İnfrastruktur Nazirliyinin mütəxəssisləri və sistem operatoru tərəfindən təcili bərpa işləri aparılır. Enerji təchizatının ən qısa zamanda bərpa olunacağı vədi verilib. Ermənistan-İran logistika dəhlizinin yaradılması TRIP layihəsi üçün əks tarazlayıcı amil kimi xidmət edə və Ermənistanın regiondakı rolunu artıra bilər. Bunu politoloq və regional təhlükəsizlik üzrə ekspert Ara Popusyan Sputnik Ermənistana verdiyi müsahibəsində belə deyib. Bu yaxınlarda İranın İngilis dilli Financial Tribune nəşri fürsət dəhlizi İran və Ermənistan regional ticarət üçün yeni yol açır adlı məqalə dərc edib. Məqalədə Tehranın Ermənistanı əsas tranzit arteriyasına çevirmək üçün iddialı planları təsvir olunub. Bu, həm ənənəvi logistikaya, həm də qlobal enerji layihələrinə aiddir. Ekspertin fikrincə, İrandan Ermənistana keçən marşrutun iki ölkənin praktik logistika siyasətinə daxil edilməsi Tehranın Trump marşrutundan qaynaqlanan İran tərəfi üçün potensial risklərlə bağlı narahatlıqlarını aradan qaldıracaq. Əgər söhbət yeni, gəlin buna alternativ deyək, dəhliz yaratmaqdan gedirsə, İranın logistika və iqtisadi potensialı, eləcə də Fars körfəzi ölkələrində yük daşımalarında iştirakı nəzərə alınmaqla Ermənistanın rolu xeyli artacaq. Bu cür layihələr həm İran, həm də Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Ermənistan-İran logistika dəhlizinin yaradılması İstər balanslaşdırıcı amil, istərsə də əks çəki kimi İranın təhlükə kimi gördüyü TRIP layihəsinə real alternativ olardı, deyə Pogosyan bildirib. O həmçinin əlavə edib ki, Tehranın strategiyasının transformasiyası nəzərə alınmaqla bu məsələ hazırda İran üçün xüsusi aktuallaşır. Politoloqun sözlərinə görə, əvvəllər xüsusən də İran-İsrail münaqişəsinin aktiv mərhələsindən əvvəl İran əsasən reaktiv və ya passiv xarici siyasət yürüdürdüsə, indi çox dinamik və proaktiv yanaşma yürüdü. Bu kontekstdə regional əməkdaşlıq İran üçün çox vacibdir. Çünki İran siyasət əsasında həm regionun özünə, həm də ondan kənar dünyaya ən real şəkildə baxan real politik prinsiplərinə əsaslanır. İranın TRIP layihəsi ilə bağlı təmkinli, lakin həyəcan verici mövqeyini şərh edən diplomat qeyd edir ki, Tehran Trump marşrutunda təhlükəsizliyi və geosiyasi təsirinə risklər görsə də, buna baxmayaraq sərt və tam ritorik blokadadan çəkinir və diplomatik manevrlər üçün yer qoyur.
Yerli xəbərlərlə davam edirik. Abşeron rayonu Məmmədli kəndində yanacaq doldurma məntəqəsi ərazisində yanğın baş verib. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən bir dam altında tikilmiş, ümumi sahəsi 260 kvadrat metr olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaq doldurma məntəqəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 2 boksun yanar konstruksiyaları 60 kvadrat metr sahədə və dam örtüyünün taxta atmaları 260 kvadrat metr sahədə yanıb. Xəsarət alan olmayıb. Digər obyektlər və yanacaq doldurma məntəqəsi yanğından mühafizə edilib. Naxçıvanda yol nəqliyyat hadisəsi baş verib. Vazirin 107 markalı minik avtomobili KAMAZ markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadasının köməyi ilə Naxçıvan mərkəzi xəstəxanasına çatdırılıblar. Xəsarət alanlar Əliyev Səlim Elçinoğlu, Vəliyev Elçin Nizamoğlu və Ələsgərov Vüqar Qafaroğludur. Faktla bağlı araşdırma aparılır. AKTA tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici içkilərin etiketlənməsi, qablaşdırılması və reklamında istifadə olunan vizual və mətn elementləri istehlakçılara bu məhsulların energetik içki olması barədə yanlış təsəvvürlər formalaşdırır. Bu barədə AKTA məlumat yayıb və bildirir ki, bu cür məhsulların təqdimatında aqressiya, güc, dominantlıq, yüksək fiziki performans, sürət və üstünlük kimi anlayışlar ifadə edən təsvirlərdən, simvollardan, heyvan obrazlarından, adlardan və digər dizayn elementlərindən istifadə edilir. Eyni zamanda reklam materiallarında idmançıların və yüksək fiziki aktivliyə malik şəxslərin yer alması istehlakçılarda məhsulun energetik və ya idman içkisi olduğu barədə yanlış təəssürat yarada bilər. Monitorinq zamanı bəzi sərinləşdirici içkilərin qablaşdırılmasında energetik içkilər üçün nəzərdə tutulmuş xəbərdarlıq və məhdudiyyətlərin də əks olunduğu müəyyən edilib. Belə ki, məhsulların üzərində 18 yaşdan aşağı şəxslərə satış qadağandır. Alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadə edilməməlidir. Hamilə və süd verən qadınlara, eləcə də müəyyən xəstəlikləri olan şəxslərə istifadəsi tövsiyə edilmir. Gündəlik 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir kimi ifadələrə rast gəlinir. Halbuki bu xəbərdarlıqlar yalnız energetik içkilər üçün müəyyən edilmiş xüsusi tələblərdir və onların adi sərinləşdirici içkilərin üzərində istifadə olunması istehlakçıların çaşdırılmasına səbəb ola bilər. AKTA istehsalçıların, idxalçıların və reklam subyektlərinin diqqətinə çatdırır ki, məhsulların etiketlənməsi, qablaşdırılması və reklamında istehlakçıları çaşdıran, məhsulların faktiki xüsusiyyətləri barədə yanlış təsəvvür yaradan vizual və mətn elementlərindən istifadə edilməməlidir. Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn dövlət özəl əməkdaşlığı əsaslanan maliyyələşmə müsabiqəsi elan edilib. Bu barədə Nazirlikdən məlumat verilib. Bildirilir ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn dövlət özəl əməkdaşlığı əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsidir. Müsabiqədə lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanununa əsaslanan məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak etmək hüququna malikdirlər. Müsabiqəyə qoşulmaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin sənəd qəbulu bu gündən başlayaraq avqustun 21-nədək davam edəcək. Müsabiqənin keçirilməsi qaydası, iştirak üçün tələb edilən sənədlər, müsabiqəyə təqdim olunan layihə təkliflərinə dair
müxtəlif tələblər, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qaliblərinin seçilməsi meyarları barədə məlumatları əks etdirən şərtlər toplusu ilə keçid vasitəsilə də tanış olmaq mümkündür. Qeyd edək ki, müsabiqə çərçivəsində 2026-2027-ci tədris il ərzində özəl məktəbə qədər təhsil müəssisələrində 8000 təhsil alanının maliyyələşdirilməsi nəzərdə tutulur. İyul ayında Bakı və rayonlarda 78 aptekdə yoxlama aparılıb. Analitik ekspertiza mərkəzindən verilən məlumata görə yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü Respublikanın digər şəhər və rayonlarındakı apteklərdə həyata keçirilib. Keçirilən yoxlamalardan 51-i planlı, 26-sı plandan kənar, biri isə yoxlamadan kənar olub. Nəticələrə əsasən 11 aptekdə müəyyən nöqsanlar aşkar olunub. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. Qax rayonunda avtomobil qəzası baş verib, 2 nəfər xəsarət alıb, hadisə Ləkit kənd ərazisində qeydə alınıb. Hərəkətdə olan 2 minik avtomobili toqquşub, nəticədə yol kənarına aşan avtomobillərdən birinin içərisində olan 2 nəfər xəsarət alıb. Onlar Qax rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilmiş işsiz və iş axtaran şəxslərdən 5019 nəfər cari il ərzində həmin kursları uğurla bitirdikdən sonra işlə təmin ediliblər. Peşə kurslarını uğurla bitirənlərin ən çox işlə təmin edildiyi sahələr informasiya texnologiyaları, kommersiya, kompüter elmləri, İHŞ xidməti olub. Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 1962-ci il təvəllüdlü Gülxanım İsmailovanı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan qadın təcili olaraq xəstəxanaya çatdırılıb. İlkin məlumata görə 64 yaşlı yaralının vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Sumqayıtda 65 yaşlı kişinin meyidi evdə aşkarlanıb, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Ataş Səfioğlu İbişovun meyidi yaşadığı evdə aşkarlanıb, onun nədən öldüyü hələ ki məlum deyil, araşdırma aparılır. Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abbasquliyeva, anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Məhkəmənin baxışa verilməsi barədə qərar qəbul edilib. Məhkəmənin baxış iclası avqustun 18-nə təyin edilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abbasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs olunublar. Bugündən başlayaraq bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti olaraq dayandırılıb. 2026-2027 tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi MyGov portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Bugün Bakı və Ağdaşın bəzi ərazilərində elektrik verilişində fasilələr yaranacaq. Bununla bağlı Azərişaq ASC məlumat yayıb. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricisinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədi ilə bugün paytaxtda transformator məntəqəsində Ağdaşda 10 kilovoltluq hava xətlərində
təmir işləri aparılacaq. Bununla əlaqədar Yasamal rayon Enerji Təchizatı və Satış İdarəsinin xidməti ərazisində yerləşən Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov, Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq. Nərimanov reytisi də daxil olmaqla Böyükşor qəsəbəsinin bəzi ərazilərində saat 13-ədək işığın verilişində məhdudiyyət olacaq. Planlı fasilə saat 10-dan 13-ədək Ağdaş elektrik şəbəkəsinin ərazisində aşağı Ağcayazı, yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi, eləcə də şəhər ərazisində 42-ci məhəllədə saat 10-dan 14-ədək Qoşaqovaq, Qolqəti, Şəkili kəndlərini də əhatə edəcək. Görülən işlər yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər. Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan DAF markalı sement daşıyan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton ara kəsməyə çırpılıb. Hadisə nəticəsində DAF markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb edilib. Ərazidə baş verə biləcək yanğın hadisəsinin qarşısını almaq məqsədi ilə tədbirlər görülüb. Avtomobilin betona çırpılması nəticəsində sürücü 62 yaşlı Verdiyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə hadisə avtomobilin sürücüsünün sükan arxasında yatması olub. Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Zaqatala su meliorasiya sistemlərinin istismar idarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədi ilə idarənin iri həcmli texnikaları tərəfindən zəruri tədbirlər görülür. Hazırda Tala çayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və yol ayrıcı kəndlər ərazisində sahil bərkitmə işləri həyata keçirilir. Bununla yanaşı Muxaqçayda Yuxarı Çardaqlar, Mamruq, Zəyəm, Çobankol və Suvagil kəndlər ərazisində, Katexçayın sol sahilində, Paşan kəndi ərazisində, həmçinin Bəkməzçayda, Car və Axaqdərə kəndlər ərazisində daşqın riski yüksək olan ərazilərdə məcra təmizləmə və sahil bərkitmə tədbirləri həyata keçirilir. Görülən işlərin əsas məqsədi yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin və mühəndis kommunikasiya infrastrukturlarının sel və daşqın sularının yaratdığı təhlükələrdən qorunmasını təmin etməkdir. Xatırladaq ki, iyulun əvvəllərində şimal-qərb bölgəsində leysan xarakterli güclü yağışlar yağıb. Nəticədə dağ çaylarından sel keçib. Ətraf əraziləri sel sularından mühafizə etmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirə salınmaz tədbirlər görülüb, çaylara ağır texnikalar yönləndirilib. Hazırda rayondan axan bütün dağ çayları nəzarətdə saxlanılır. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər 10:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbəri elə bizdən xəbər alın. Sağ olun, salamat qalın.